Cümə günü olduğu üçün, duaların qəbul olan gün olduğu üçün istədim biraz dualar barəsində toxunaq məsələlərə. Əsasən əsr namazından ta axşam namazına qədər çoxlu dualar etmək lazımdır. Quran-ı Kərimdə bir gözəl dua var, Quran-ı Kərim dualarından. Bu, Zəkəriyyə əleyhissalamın etdiyi duadan skalatlar Quran-ı Kərimdə buyurur. O kəslər ki, evlənən gənclərimiz, o kəslər ki, evladı olmur, evlad istəyirlər, bax, bu duanı çox etsinlər. Zəkər əleyhissalam necə dua eləyir? Zəkər əleyhissalam yaşı çox olur, yaşı böyüyəndən sonra evlad arzusunda olur, artıq deyir, saçım da ağarıb, həyat yoldaşın da çox, yəni, yaşı böyük olur. Amma Allah-u Teala'ya elə bir imanı var idi ki, Rəbbinə qarşı gözəl zəndə idi ki, Rəbbim hər şeyə qadirdir, qüdrət sahibi odur. Allah-u Teala'nın istədiyi hər şey olur, Allah-u Teala hər şeyə qadirdir və duasını gecikdirmədən nə dua etdi? Rabbi həbli min lədunkə zürriyyətən tayyibətən innəkə səmi'ud dua. O zaman Zəkəriyyə Rəbbinə dua edə belədir, ey Rəbbim, mənə öz tərəfindən pak bir övlad bəxş et. Sən həqiqətən duaları eşidənsən. Baxın, səələ Rabbəhu, Rəbbindən dua etdi. Necə dua etdi? Yəni, səsini yüksək qaldıraraq deyil. وَنَادَاهُ وَإِذْ نَادَ رَبَّهُ نِدَاءً خَفِيًّا. Yəni, hıçqırtı ilə, qəlbən, belə o gözəl ki, dua edir insan, səssizcə dua etdi Rəbbinə. Rabbi həbli min lədunkə. Ey Rəbbim, öz dərgahından deyir. Nəyə görə deyir öz dərgahından? Yəni, Allah Teala'nın min lədunkə, o mənada ki, yəni, ey Rəbbim, həqiqətən sən mənə elə bir övlad bəxş elə, hədiyyə eylə. Çünki Allahın bəxş etməsi əzəmətli olur. Allah Teala bəxş eləyəndə gözəl olur. Bu adlarla dua etdi Rəbbimizə. Həqiqətən də Rəbbimizdən evlad istədi. Baxma ki, yaşı çox idi, həyat yoldaşı qocalmışdı, özü qocalmışdı. Xeyr, Rəbbinə qarşı gözəl zəndə var idi. Həqiqətən də uca Allah Teala qəbul edən dualar. Amma nə dedi? Zürriyyətən tayyibətən, pak bir övlad. Həmçin bu nəyə dəlildir? Allah Teala'dan övlad istəyəndə bir müsəlman sadəcə deməlidir ki, ey Rəbbim, sən mənə övlad bəxş elə. Xeyr. Deməlidir ki, salih övlad bəxş elə, pak övlad bəxş elə, gözəl övlad bəxş elə, dünyası və axirəti gözəl olan övlad bəxş elə, sözündə, əməlində, ibadətlərində sənə yaxın olan bir övlad bəxş elə. İnnəkə səmi'ud dua, sən duaları eşidənsən, mən sənə yönəldim. Çünki ancaq duaları qəbul edən sənsən. Sən heç zaman dua edənlərin arzusunu geri çevirməzsən. Neynədi? Allah Teala'ya gözəl dualar etdi. İnnəkə, yəni səmi'ud dua, duaları eşidənsən. Baxın Allah Teala'nın duasını qəbul etməyinə. Fənədəthül mələikətə və huvə qaimun yusalli fil mihrab. Namaza durmuşdu. Namaz əsnasında mələklər çağırdılar onu. Mələklər nə deyirlər? Yübəşşirukə bi Yəhyə. Allah Teala səni Yəhyə ilə nə edir? Müjdəliyir. Evlad bəxş eləsən. Allah Teala ilə duasını qəbul etdi. Ona görə bu mübarək duada bir çox faydalar var. Birinci odur ki, bütün məxluqat Allaha möhtacdır. Hətta peyğəmbərlər olsa belə, hətta Allah Teala onları seçsə belə, yenə Allaha möhtacdırlar. Heç kimsə Allah Teala'ya dua etməkdən uzaq dura bilməz, deyə bilməz ki, Allaha mənə ehtiyacım yoxdur. Hər bir halında Allaha ehtiyacı var. Nə deyir? Dəə Zəkəriyyə Rabbə. Zəkəriyyə Rəbbinə dua etdi. Həmçinin baxın, yenə də Quran-ı Kərim dualarından nə gəldi? Allaha ən gözəl təvəssül nə ilə? Allahın gözəl adları ilə. Nə dedi? Rəbb sözü istədi. Ey Rəbbim. Demədi filan kəsin hörmətinə, filan qəbir, filan şey. Dedi, ey Rəbbim. Çünki duaları qəbul etməyə qadir olan odur. Nədir? Ey Rəbbim. Rəbb sözü. Çünki Allah Teala'nın rübubiyyətini, Allah Teala'nın varlığını, Allah Teala hər şey qadir olduğunu dili ilə təsdiq etdi. Rəbb. Onun gibi bizə dua edən, gəlin bu söz çox işlədir. Ey Rəbbimiz, ey Rəbbimiz. Həmçinin faydalarından birisi sadəcə mütləq olaraq deməsin mənə evlad bəxş elə, gözəl evlad bəxş elə, imanlı evlad bəxş elə. Həmçinin burada nə işarə var bu ayədə, bu duada? Rəbbinə qarşı gözəl zəndə olmaq. Əgər bir insan Rəbbinə qarşı gözəl zəndədirsə ki, Rəbbin duaları qəbul etməyə qadir olan odur, duaları qəbul edər. Allah da dualarını qəbul edər. Çünki kim Rəbbinə qarşı hansı zəndədirsə,
Allah da ona qarşı elə zənd olar, gözəl zənd olar. Yox, Rəbbinə qarşı pis zəndədirsə ki, onsuz da qəbul etməz, məni tərk edib, Rəbbinə qarşı pis zənd olar. Rəbbinə qarşı gözəl zənd ol ki, Rəbbin də sənə qarşı gözəl zənd olsun. Həmçinin, burada faydalardan birisi odur ki, Allah Taala'ya hər zaman dua edərsən, Allah Taala bəzi qədər vardır ki, Allah dua onu dəyişdirir. Çünki baxın, sonsuzluq, acizlik, Allah Taala yazıb. Amma dua deyə onu neynədi? Dəyişdirdi, yəni Allah Taala evlad bəxş elədi. Ona görə də hər zaman Rəbbinə dua elə. Dua elə ki, ey Rəbbim, dualarımı neynə? Qəbul elə. Həqiqətən də həmçinin bu hadisədə, bu duada nə var? Heç kimsə Allah Taala'nın rəhmətindən, fəzilətindən ümidini üzməli deyil. Üzmək olmaz. Əksinə, Rəbbinə çoxlu dualar elə. Və dua edərkən gizli dua elə. Yəni, səsini çox ucatma, gizli dua etmək. Dua edərkən qəlbinlə dua elə. Özünün Allaha möhtac olduğunu, onun qarşısında zəll olduğunu, Allaha möhtac və zəif olduğunu etiraf elə. Nə dedi? Vaştə alə rəsu şeybə. Mən artıq qocalmışam. Yəni, özünün möhtac olduğunu, zəll olduğunu Allah qarşısında, Allaha fağır olduğunu Zəkəriyya Əleyhisselam neynədi? Duasında dedi. Ona görə də dua edərkən insan gələ aciz olmasın, bilsin ki, Allah Taala nədir? Duaları qəbul edəndir. Həmçinin nə dedi? Baxın, Rəbbinə qarşı gözəl təvəssül və gözəl bir dua. وَلَمْ أَكُمْ بِدُعَاكَ رَبِّ شَقِيَّ Ey Rəbbim, heç zaman sənə dua etməklə mən heç zaman bədbəxt olmaram, yəni heç zaman üzülmərəm, heç zaman üzüntüyə qapılmaram, ümidsizliyə qapılmaram. Əksinə, sən duaları qəbul edənsən, qəbul etməyə qadir olansan, mənim dualarımı qəbul elə. Allah da duasını qəbul elədi. Dua edərkən insan belə dua etməlidir. Yəni, Rəbbi dualarını qəbul etmə nədir? Qadirdir. Allahın gözəl adları ilə dua, həmçinindəki dediyimiz kimi insan öz fağırlığını bildirməlidir və həmçinin Peyğəmbərlərin duasına baxın, nə deyir Allah da Quran-Kərimdə? وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا Onlar dua edərkən həm ümid bəsləyirlər Allahın rəhmətinə, həmçində Allahın əzabından qorxardılar. Bu müminin qəlbində həmişə belə olmalıdır. Rəbbimiz etdiyimiz bütün dualarımızı qəbul eləsin, evlad istəyənlərə evlad versin, evladı olmayanlara evlad bəxş eləsin, evlad çox istəyənlərin gözəl, pak evladlarını çoxalsın. Amin.